Həzrəti Məryəm salamullah aleyha, Həzrəti Məryəm o əzəmətdə bir insandır. Deyir, can verirdi, mələk canını almağa gəlib. Deyir ki, oğlum İsa aleyhissalam gedib mənim üçün iftara bir şey alsın, gətirsin. Ruhullah olan İsa'nın anası Həzrəti Məryəmdir. Deyir, icazı olarmı ki, qayıtsın, gəlsin, məni görsün, sonra mənim canımı alasın. Cavab verirlər ki, yox, olmayacaq, bağışlayın, təəssüf, qaydadır, gəlibsə getməlisin. Həzrəti Məryəm, o Məryəm ki, Həzrət Zəkəriyyə gəlir, görür ki, mehrabda ibadət edir, yanında meyvələr var. Həzrət Zəkəriyyə deyir, bu nə meyvələrdir, adi meyvələr deyil. Deyir, Allahın fəzlidir, Allah istədiyinə verir. İndi ölüm anı gəlib, yəni oğlum qayıtsın, başım üstə olsun, gedib mənə iftar üçün, deyir, olmaz, getməliyik. Bağışlayın, bütün ehtiramımızla olmaz. Aparır, Həzrət İsa gəlir, görür, anası dünyadan keçir. Başlayır ağlamağa. Sonra həmin gün yatır yuxuda Həzrəti Məryəmi görür. Deyir, oğlum, niyə ağlayırsan? Deyir, ana, ölüm haqdır bilirəm, amma oruc idim, iftar açmamış, az, susuz, tənha can verdim, bu məni yandırır. Deyir ki, oğlum, mənə burada yaxşı iftar verdilər, cənnət neymətləri ilə iftarımı açdım.